Deyirəm ki, bu Fərəhin sözü necə otdalovlu düşdü canımıza bəzilərimizin. Dünən Kamışım üçün bir söz demişəm məclisdə. Kamış mənim canımdır, bunu hamı bilir. Necə bəzi ürəyi qaralar, niyyəti ağrılar var. Mən orada necə söz işlətmişəm? Mən cəm halda söz işlətmişəm. Yəni, mən diqqətlə qulaq assaz, orada bilirsiniz nə demək istəyirəm, nələri demək istəyirəm, kimlərə demək istəyirəm. Niyə hamı öz üzərinə götürür? Bu qədərmi içiniz qara qalıb, bu qədərmi siz narahatsız, bu qədərmi cahilsiz, bu qədərmi millət bir-birinə nifrət eləyir? Niyə beləyik? Çatmır mənə, hələ də tutuzdura bilmirəm bu şeyi. Sadəcə bunu demək istəyirəm ki, çox şükürlər olsun ki, mən heç bir tərbiyəsiz söz işlətməmişəm, heç bir pozitiv bir söz vəbşi işlətməmişəm. Çünki bu aydın məsələdir ki, cəm halda, cəmsiz demişəm. Yəni, bu qədər cahilsiz ki, bunu polis durub etiketləyirsiniz, qurban olum. Polis yazığın işi gücü yoxdur, gəlib Fərəhi axtaracaq buna görə ki, niyə cəm halda söz işlədirsən? Mən sizi təhqir eləməmişəm, tənqid eləməmişəm. Siz məni təhqir eləyirsiniz, tənqid eləyirsiniz. Axı, nəyə görə, niyə görə, kimə görə? Və bəzi buradan dırnaq arası jurnalistçiklər, sözüm sizədir. Siz mənim üçün ən sonuncu insan olub, ən sonuncu sözü deyə bilərsiniz ki, yəni siz kimsiz ki, mənə söz deyəsiniz. Siz əvvəlcə gedin gecə klublarından yığışın, ondan sonra baxarıq ki, siz jurnalistsiz ya gecə klubunda gəzən jurnalist adı ilə fırlananlar. Yəni siz ən sonuncu insanlarsınız bəziləriniz. Mən də çalışım, heç biriniz bu barədə video çəkib özünüzü reklama doğru aparmayın. Sevirəm sizi.